Bugün keçirilmiş OTK sınavının suallarına baxacağıq coğrafiya fənni üzrə. 31-ci sualdan başlayaq. 31-ci sualda deyir ki, Azərbaycanın iqliminə aid olan xüsusiyyətləri müəyyən edin. Yağıntılar fəsillər üzrə əsasən bərabər paylanır. Bu hər yer üçün, Azərbaycanın bütün iqlimi üçün deyil. Yəni Azərbaycanda subtropik mülayim iqlim uşaqlarında yerləşir. Subtropikdə bərabər paylanmır, yayda tropik, qışda da mülayim olur. B-də fəsillər aydın müşahidə olunur. Bəli, fəsillər aydın müşahidə olunur. Mülayimdə yerləşdiyimizə görə subtropik mülayimdir. Yay fəsli isti və rütubətli olur. Yay fəsli isti olur, amma rütubətli olmur. Bu fikrə görə çıxır, səhvdir. İl boyu mülayim hava kütləsi ərazidə hakim olur. İl boyu hakim olmur. Biz dedik yayda tropik olur, qışda mülayim olur. Atlantik okeanı üzərindən gələn hava kütlələrinin təsirinə məruz qalır. Təbii ki, Atlantik okeanı üzərindən gələn hava kütlələri Azərbaycan ərazisinə daxil olur. Təsir göstərir Azərbaycanın iqliminə. Günəş radiasiyasının illik miqdarı 120-160 kilokalori kvadrat santimetr arasında dəyişir. Bu fikir də doğrudur. Azərbaycanda günəş radiasiyası 120-160 arasında dəyişir. Doğru cavab 2, 5, 6. 2, 5, 6 A variantında göstərilib. 32. Tsunami baş vermə təhlükəsi daha çox olan məntəqələri müəyyən edin. Tsunami baş vermə təhlükəsi daha çox biz bilirik Sakit Okean odlu qövsündə daha çox baş verə bilir. Sakit Okean odlu qövsü də göstərib 6-dan, sonra 4 göstərilib və biz burada İndoneziya sahilində təkcə Sakit Okean odlu qövsünü yox, həmçinin də İndoneziya sahillərində də 3-də də müşahidə olunur. Yəni tsunami təhlükəsi daha çox baş verir. 3, 4, 6 düzgün cavabdır B variantı. Digərlərinə gəldikdə 5 Şimal Buzlu Okeanda orada tsunami təhlükəsi olmur. 2 Avstraliya sahillərində tsunami təhlükəsi olmur. 1, 2, bəli. 5 harda göstərilib? 5-i dedim, bəli, 1, bəli. Bir də Kanada sahillərində burada da olmur. Yəni Şimal Buzlu Okeanın sahillərində tsunami təhlükəsi yoxdur. Növbəti sual, 33-cü sual. 33-də deyir ki, uyğunluğu müəyyən edin. Dil ailələrini verib və xalqları verib. Deməli, Hind-Avropa dil ailəsi, Altay dil ailəsi və Ural dil ailəsi. Xalqları, deməli, Hind-Avropa dil ailəsinə aid olan xalqlar burada təbii ki, Bolqarlardır. Plus, deməli, Taciklərdir. Bolqarlar və Taciklər Hind-Avropa dil ailəsinə aiddirlər. Yəni 2 və 5 gedəcək 1-ə. Sonra Altay dil ailəsinə. Altay dil ailəsi təbii ki, Tatar. Bir də ki, Qırğızlar. 1, 6. Son olaraq da Ural dil ailəsinin təbii ki, Finlər, Mazarlar, Estonlar da həmçinin bura aiddir. 3 və 4-ə. 1-ə 2, 5, 2-yə 1, 6, 3-ə 3, 4 D variantında göstərilib. Hansı torpaq tipinin formalaşmasında yeraltı sular daha böyük rol oynayır? Təbii ki, çəmən meşə torpaqlarının formalaşmasında yeraltı suların rolu daha böyükdür çəmən meşə torpaqlarında. Bakı şəhərindən Qazax şəhərinə qatarla səyahət edən turist hansı iqtisadi rayonların ərazisindən keçmir? Şirvan-Salyan, Bakıdan Qazaxa gedirsə, Şirvan-Salyan iqtisadi rayonları arasından keçəcək. Milmuğanla görməyəcəyik. Mərkəzi Arandan təbii ki, görürük, oradan keçirik. Abşeron xızı, Bakı şəhərindən hərəkətə başlayıb. Abşeron xızı, Qazax şəhərinə qatarla səyahət edən turist. Bəli, Abşeron xızını da görmürük. Gəncə Daşkəsən təbii ki, görürük. Deməli, düzgün cavab oldu 2 və 4. 2 və 4 B variantında göstərilib. Abşeron xızı iqtisadi coğrafi rayonunun ərazisindən keçmir. Bakı şəhərindən əgər başlayırıqsa, birbaşa oradan keçirik Şirvan-Salyana. Şirvan-Salyandan davam edirik. Sonra 36. 36 deyir ki, günəş şüaları günorta vaxtı 40 dərəcə cənub enliyində, 40 dərəcə bucaq altında düşdüyü zaman günəşin zəngdə olduğu enliklə Bakı şəhəri arasında ən qısa məsafəni böyük miqyaslı qlobusda neçə santimetr olar? Böyük miqyaslı qlobusu yazaq bura, bir bölünsün 30 milyon. Bu böyük miqyaslı qlobusdur.
Sonra günəş 40 dərəcə cənub enində 40 dərəcə bucaq altında düşər deyir. Biz tabaq görürük günəş harda zəngdə olanda 40 dərəcə cənub enində 40 dərəcə bucaqla düşər. Bunun üçün günəşin düşmə bucağı düsturunu tətbiq etmək lazımdır. Yəni 90 dərəcə maksimum düşmə bucaqdır. X, yəni günəşin harda zəngdə olduğunu bilmirik, ona görə X-dən adlandırıram. Plus deyir ki, həmin ərazi 40 dərəcə bucaqla düşür. Bərabərdir. Daha doğrusu 40 dərəcə cənub enində 40 dərəcə bucaqla düşür. X plus 40 dərəcə bərabərdir 90-dan 40-ı çıxanda 50 qalır. X də bərabərdir 50-dən də 40 çıxanda 10 qalır. 10 şimal enliyi. Deməli, günəş 10 dərəcə şimal enliyindədir. Günəş 10 dərəcə şimal enliyində zəngdə olanda 40 cənub enliyinə 40 dərəcə bucaqla düşəcək. Fərqli olduğuna görə 40 + 10 50, 90 + 50 40, yəni ödəyir bunu. Plus deyir ki, günəşin zəngdə olduğu ərazi ilə Bakı şəhəri arasında ən qısa məsafə. Təbii ki, bilirik ki, Bakı şəhəri də 40 dərəcə şimal enliyində yerləşir. 40 dərəcə şimal enliyində ikisi də şimal enliyidir, yəni ikisi də eyni yarımkürədir. Ona görə fərqini tapırıq. Yəni 40 dərəcə minus 10 dərəcə bərabərdir 30 dərəcə. Və 30 dərəcəni biz vururuq 1 dərəcəlik meridian qövsünün uzunluğuna. O da 111-dir. Bərabərdir 3330 kilometr. Həqiqi məsafəmiz oldu 3330 kilometr. Miqyasımız da məlum. Bizə soruşur ki, xəritədəki məsafəni tapın. Yəni qlobusdakı məsafəni tapın. Xəritədəki məsafə bərabərdir həqiqi məsafə, yəni 3330 bölünsün miqyasın kəmiyyəti. Miqyasın kəmiyyəti də təbii ki 5 sıfır silirik. 300 qalır. 300 kilometr. Xəritədəki məsafə, yəni qlobusdakı məsafə də bərabərdir. 3330-u 300-ə böləndə qalır 11,1 santimetr. Cavab 11,1 santimetr olmalıdır. D variantında göstərilib. 11,1 santimetr. Davam eləyək. Deməli, 37-də, 36-da cavab D variantı 11,1. 37-də deyir ki, türk xalqlarının daha sıx və daha seyrək məskunlaşdığı əraziləri müvafiq olaraq müəyyən edin. Türk xalqları daha sıx məskunlaşıb Abşeron yarımadası Azərbaycan ərazisində, plus Mərmərə dənizi ətrafı Türkiyə sahillərində və biz burada Xəzəryanı ovalıq, Mangistau yarımadası, Aral dənizi, Lənkəran ovalığı. Burada türk xalqları daha sıx məskunlaşıb, yəni sıx məskunlaşdı. Harda? 2, 3 və 6-da. Seyrək məskunlaşıb Mangistau yarımadasında. Daha seyrək məskunlaşıb Mangistau yarımadasında. Aral dənizi ətrafında, təbii ki, bir Aral dənizi quruyur, orada xəstəliklər falan artır, ona görə orada əhali köçür. Xəzəryanı ovalıqda. Bunlarda əhali türk xalqlarından söhbət gedir, zəif məskunlaşıb. 2, 3, 6, 2, 3, 6 C variantında. 2, 3, 6 sıx məskunlaşıb, 1, 4, 5-də isə zəif məskunlaşıb. 38. 38-də deyir ki, xəritə sxemdə rəqəmlərlə verilmiş fiziki coğrafi rayonlarda yayılmış torpaqları müvafiq olaraq müəyyən edin. Birinci fiziki coğrafi rayon, birinci, ikinci və üçüncü fiziki coğrafi rayonlardır. Deməli, birinci fiziki coğrafi rayon Qarabağ vulkanik yaylası fiziki coğrafi rayonudur. İkinci fiziki coğrafi rayon, daha doğrusu üçüncü Qazax Qarabağ fiziki coğrafi rayonudur. İkinci isə Samur Dəvəsi fiziki coğrafi rayonudur. İndi baxaq birinci. Qarabağ vulkanik yaylası fiziki coğrafi rayonunda biz çəmən, dağ çəmən torpaqların deyə bilərik. Yəni orada yüksək dağlıq ərazi olduğuna görə çəmən torpaqları yayılıb orada, dağ çəmən torpaqları. Və çimli dağ çəmən ola bilər, torflu dağ çəmən ola bilər. Burada bizə veriləndən torflu dağ çəmən. Yəni 1-ə torflu dağ çəmən, 5 gedə bilər. İkinci, Samur Dəvəsi fiziki coğrafi rayonu. Biz bilirik ki, Samur Dəvəsi fiziki coğrafi rayonunda düzən meşə landşaftı var. Düzən meşə landşaftında çəmən meşə torpaqları yayılıb, yeraltı suların səthə yaxın yerləşməsi nəticəsində. O da 3-də verilib. Üçüncüdə isə Qazax Qarabağ fiziki coğrafi rayonunda şabaldı torpaqlar. Şabaldın açıq tipi, açıq şabaldı torpaqlar Qazax Qarabağ fiziki coğrafında rayonunda yayılıb. O da 1-dən göstərilib. 1-ə 5, 2-yə 3, 3-ə 1. D variantında göstərilib. Daha sonra 39. Materik tipli yer qabığına malik tavaların konvergent sərhədində yerləşən yarımadalar. Konvergent sərhəd bilirik ki, materik tavalarının toqquşmasıdır. Və deyir, toqquşma zonasında yerləşən yarımadaları müəyyən edin.
Biz burada deməli materik tipli tavalardan söhbət gedir. Həmçinin Kamçatkanı götürəmərik, çünki Kamçatka həm materik, həm okeandır. Ona görə bunu çıxırıq. Kiçik Asiya yarımadası təbii ki, ikisi də materik tipli tavaların sərhədində yerləşir. Afrika Avrasiya tavasının. Sonra 3 Apenin götürə bilərik. Eyni ilə Kiçik Asiya kimi Afrika, Avropa, daha sonra Avropada və yaxud da Avrasiya Litosfer tavasının sərhədində yerləşir. Kaliforniya materik və okeandır. Labrador ümumiyyətlə Labrador sərhəddə düşmür. Balkan təbii ki, Balkanda iki materik tipli tavanın toqquşma zonasında yerləşir. Uyğun cavabı oldu Kiçik Asiya 2, Apenin 3 və 6. 2, 3, 6. 2, 3, 6 da C variantında göstərilib. 40. 40-cı sualda Azərbaycanda arid iqlim şəraitində inkişaf etmiş kənd təsərrüfatı sahələri. Arid iqlim şəraitində, yəni quraq iqlim şəraitində, məsələn, burada biz çayçılıq çıxırıq Lənkəranda, rütubətli iqlim şəraitindədir. Arıçılıq gedir Alp çəmənlərindədir. Sitrus meyvəsinin ilə Lənkəran zonasına o da gedir. Elə cavabları çıxmaqdan qaldı. 1. Quru subtropik meyvəçilik, pambıqçılıq və bostançılıq. Bunlar arid iqlim şəraitində inkişaf edən bitkiçilikdir. 1, 4, 6. C variantında göstərilib. 41. 41-də qeyd olunur ki, Argentina və Braziliyanın oxşar xüsusiyyətlərini müəyyən edən. Oxşar. 1. Qəhvə ixrac edən əsas ölkələrdən biridir. Xeyr, Argentina qəhvə ixrac eləmir. 2. Dünyanın əsas buğda ixracatçılarının biridir. Braziliya buğda ixrac eləmir. Şəhər əhalisinin payı kənd əhalisindən çoxdur. Deyə bilərik, bəli, urbanizasiya çoxdur. Argentina və Braziliyada da. BRICS təşkilatının üzvüdür. BRICS təşkilatının üzvü burada Braziliyadır. Argentina üzv deyil. Əhalisi roman dil qrupuna məxsusdur. Bəli, Latin Amerikasının ümumiyyətlə bütün ölkələrin əhalisi roman dil qrupuna məxsusdur. Bunu da götürə bilərik. 6-da deyir, dəmir fiziği ehtiyatlarına və metallurgiya mərkəzlərinə malikdir. Dəmir fiziği ehtiyatlarına bəli, Braziliyada da var. Ehtiyat olaraq Argentinada da var dəmir fiziği ehtiyatları. Ona görə 6-nı da oxşar xüsusiyyət kimi götürə bilərik. 3, 5, 6. Düzgün cavab bu olacaq. B variantı. Davam eləyək 42-ci sualdan. 42-ci sualda qeyd olunur ki, xəritə sxemə əsasən limanların doğru verildiyi bəndi müəyyən edin. Dəniz limanlarından söhbət gedir. 1, 2 hardadır, 2 buradadır, 3 hardadır, 3 burada. 3 Newcastle-da, Avstraliyadan Sakit Okean sahillərində. 1 ABŞ-ın Filadelfiya dəniz limanıdır. Filadelfiya, Atlantik Okean sahilində. 2 isə 2 Şanxay, Çinin Şanxay dəniz limanıdır. 1 oldu Filadelfiya, 2 Şanxay, üstündə Newcastle-dır. Yeni Orlean Meksika körfəzindədir. O gedir. Filadelfiya, Osaka deyil, ikinci o da gedir. Filadelfiya, Şanxay, Dampir deyil, o Hind okeandadır. Newcastle olmalı. Filadelfiya, Şanxay və Newcastle D variantında göstərilib. 43-cü sualda. Xəritə sxemə əsasən respublika idarəetmə formasına malik olan ölkələri müəyyən edin. Deməli, əvvəl ölkələrin müəyyəni bu Braziliya göstərilib, Mərakeş göstərilib, İspaniya göstərilib. Sonra burada respublika idarəetmə formasına Danimarka hansı ölkədir bu? Almaniya göstərilib. 4 hansıdır? Qazaxıstan üzərində yazılıb. Yəqin elə Qazaxıstan göstərilib. Üstə Səudiyyə Ərəbistan göstərilib. İndi bizə deyir ki, respublika idarəetmə forması təbii ki, Braziliyanı, yəni 5-i, daha sonra 4-ü Qazaxıstanı, 4-ü götürə bilərik. Və biz burada 6 Mərakeş getdi, o monarxiyadır. 1 İspaniya monarxiyadır getdi. 2 Almaniyanı götürə bilərik, bəli. Üstə Səudiyyə Ərəbistanda monarxiyadır. 2, 4, 5 düzgün cavab. Y variantında göstərilib. 44-cü sualda. 44-də məsələdə qeyd olunur ki, cədvələ əsasən A və B çaylarının uzunluqları arasındakı fərqi kilometrlə müəyyən edin. Birinci çay, ikinci, yəni A çayı verilib və B çayı verilib. A çayının meyli, biz burada istifadə edəcəyik, meylilik bərabərdir, düşmə bölünsün uzunluq. Bu düsturdan istifadə edəcəyik. A çayının meyliliyi 0,6-dır. 0,6 bərabərdir. Düşməsi 1200-dür. Uzunluğunu tapmalıyıq. X bərabər. Yəni burada 1200-ü bölməliyik 0,6-ya. 1200-ü də 0,6-ya böləndə 2000 alınır.
Deməli, A çayının uzunluğu 2000 kilometrdir. B çayına baxaq. B çayının düşməsi 1,5-dir. Düşməsi 2250-dir. Uzunluğunu tapmalıyıq. Yəni, burada 2250-ni bölməliyik 1,5-ə. 1500 qalır. 1500 kilometr. Deməli, A çayının uzunluğu 2000-dir, B çayının da uzunluğu 1500-dür. Fərqi 500 kilometrdir. 500 kilometrdə A variantında verilib. 45. 45-də qeyd olunur ki, Arktik və Antarktik iqlim qurşaqlarının yayıldığı ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. Oxşar xüsusiyyətləri tapmalıyıq. Bir də hazır okean tipli yer qabığı üzərində yerləşir. Antarktik iqlim qurşağı okean yox, materik tipli yer qabığı üzərində yerləşir. Antarktida yəni. Ona görə o fikir səhvdir, gedir. Daha sonra qar xətti okean səviyyəsində. Təbii ki, qütblərdə olduğuna görə okean səviyyəsində bunu götürürük. Havanın nisbi və mütləq rütubətliliyi çox aşağıdır. Xeyr, yəni nisbi rütubətlilik aşağı, çox aşağı deyil, yəni çox aşağı deyə bilmərik. Nisbi və mütləq rütubətlilikdən söhbət edir. Nisbi rütubətlilik yüksəkdir, yəni çox yüksəkdir, amma yüksəkdir, çox aşağı deyil. Ona görə bu cavabı götürə bilmərik, oxşar xüsusiyyət kimi. Sonra gecə gündüzün adi növbəşməsi pozulur. Təbii ki, pozulur. Qütblərdə olduğuna görə qütb gecə gündüzləri yaranır. Buxarlama qabiliyyəti ilə buxarlanma arasında fərq azdır. Bu fikir deməli düzgün fikirdir. Hər ikisinə aid olan oxşar fikirdir. Bir dənə 6-ya da baxaq. Aşağı temperatur və alçaq atmosfer təzyiqi səciyyəvidir. Temperatur aşağıda, amma təzyiq alçaq yox, yüksəkdir. Ona görə 6 da gedir. 2, 4, 5 olacaq C variantı. 5-də deyir buxarlama qabiliyyəti ilə buxarlama arasında fərq azdır. Bəli, buxarlanma zəif gedir, yağış da zəif yağır orada. Ona görə fərq də az olacaq. Yəni, səhra buzdan örtülü olduqlarına görə hər ikisi. Buxarlama zəif gedir, zəif, yəni az da yağış yağır. Buxarlama az olduğuna görə yağış da az yağır və aradakı fərq də azdır. Ona görə düzgün fikirdir bu da. 46. 46-da qeyd olunur ki, Qafqaz dağ sistemini Ant dağ sistemindən fərqləndirən əlamətlər. Yüksəklik qurşaqları aydın müşahidə olunur. Hər ikisində aydın müşahidə olunur. O fərqli xüsusiyyət, oxşar xüsusiyyətdir. Biz fərqlini tapmalıyıq. Qafqaza aid olsun, Anta aid olmasın. Fəaliyyətdə olan vulkanlar yoxdur. Deməli, Qafqaz dağlarında bəli yoxdur, Ant dağlarında var. Deməli, bu fərqli xüsusiyyəti götürə bilərik. Qədim okeanın yerində formalaşıb. Bəli, Qafqaz dağları Tetis okeanı yerində formalaşıb, Ant dağları isə olduğu ərazide qədim okean olmayıb. Ona görə üçü də fərqli xüsusiyyət kimi götürürük. Ən hündür zirvəsi qar xəttindən yüksəkdə yerləşir. Təbii ki, ikisində də. Qafqazda Elbrusdur, Ant dağlarında Akonqagua zirvəsidir. Yəni, qar xəttindən yüksəkdədir ikisi də. O, oxşar xüsusiyyətdir. Alp dağ məgənə mərhələsində yaranmışlar. Təbii ki, hər ikisi yaranıb. Cavan dağlardır. Materik tipli yer qabığına malik litosfera havalarının sərhədində yerləşir. Bəli, Qafqaz bəli, amma Ant dağları həm materik və okeandır. Bu da fərqli xüsusiyyətdir, ona görə götürürük. 2, 3, 6. 2, 3, 6 qeyd olunub, Y variantında var. 47-ci sual. 47-də qeyd olunur ki, xəritə sxemdə ştrixlənmiş inzibat rayonları müəyyən edin. Deməli, burada işarələnmiş bu Füzuli rayonudur, bu Ağcabədi rayonudur, bu Göyçay rayonudur, bu Daşkəsən rayonudur, bu da Qax rayonudur. Yəni, sadə sualdır. Bu, qeyd olunanda Qax verilib var, bəli, Daşkəsən var, Göyçay var, xəritədə Ağcabədi var, Füzuli var. Eləcə düzgün cavab A variantıdır. 48. 48-də qeyd olunur ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Ural dağları, Altay dağları. Deməli, yenidən fəallaşmış dağlardır. Təbii ki, Altay dağları. Altay dağlarına əlavə edirik. Qədim dağlardır. Təbii ki, hər ikisi qədim dağlardır. Qitələrin sərhəddində yerləşir. Sərhəddə təbii ki, Ural dağlarıdır. Avropa ilə Asiya arasında sərhəd təşkil edir. Ərazisində türk dilli xalqlar məskunlaşıb. Altay və Ural. Hər ikisində, bəli, hər ikisində türk dilli xalqlar var. Rusiya arasına düşdüyünə görə və yaxud da ki, ümumiyyətlə, yəni Mərkəzi Asiya Altay dağlarında, Ural dağlarında da türk dilli xalqlar məskunlaşıb. Sonra meridian istiqamətində uzanır. Meridian istiqamətində uzanan burada Ural dağlarıdır, 5-dir. Şimalda dünyanın ən böyük düzənliklərindən biri yerləşir. Altay dağı Qərbi Sibir ovalığıdır. Bu da gedir Altaya.
Yəni 6 da gedir 6-ya 2-yə 6. Deməli oldu 1-ə 3 5, 2-yə 1 6, oxşar cəhət kimi 2 4. Y variantı elə düzgün yazılıb. Daha sonra 49. 49-da qeyd olunub məsələdir. Deməli ölkənin ümumilli məhsulun dəyəri, mən bunu bir dənə siz çəkeyim, baxın. Ümumi daxili məhsul var. Bir də ümumilli məhsul var. Ümumi daxili məhsul deməli daxildəki milli şirkətlərdir. Bir də daxildəki xarici şirkətlər. Daha çox bu daxildəki xarici şirkətlər buraya yazaq, daxildəki milli şirkətləri buraya yazaq. Ümumilli məhsulda bölünür daxildəki milli şirkətlər, xaricdəki milli şirkətlər. İndi deyək ki, ümumilli məhsulun dəyəri 450 milyondur. Ümumi milli məhsul, yəni bu 450 milyondur. Ölkə şirkətlərinin xaricdə yaratdığı məhsul, xaricdəki milli şirkətlər bunu qeyd edir. Və xidmətlərin dəyəri 125 milyarddır. Xarici şirkətlərin bu ölkədə yaratdığı məhsul və xidmətlər, baxın, daxildəki xarici şirkətlər 80-dır. Ümumdaxili məhsulun dəyəri bunu soruşur. Deməli, mən 450-dən %25-i çıxsam, daxildəki milli şirkətlərin məhsulun dəyərini alacam. Yəni 450-dən çıxıram 125-i, 450, 5, 2, 3, 325. Deməli, 325 milyard ABŞ dolları daxildəki milli şirkətlərdir. Daxildəki xarici şirkətlərdə bizə verib 80. Onları toplasam, mən ümumdaxili məhsul alacam. 80 gəlsəm üzərinə, yəni 5, 10, 1, 405. 405-də bizim olacaq ümumdaxili məhsulumuz. 405 D variantında qeyd olunub. D düz yazılıb. 405. Buranı silim, bura lazım olacaq. Sonra 50. 50-də deyir ki, həqiqi uzunluğu 90 km olan avtomobil yolunun uzunluğu xəritədə 15 cm göstərilib. Xəritənin miqyasını tapın. Xəritənin miqyasını tapmaq üçün xəritədəki miqyasın düsturunu tətbiq edirəm. Yəni miqyas bərabərdir. Həqiqi uzunluq, yəni həqiqi uzunluğu bizə verib 90 km bölünsün xəritədəki uzunluq. Xəritədəki uzunluğu da verib 15 cm. Miqyasla bərabərdir 6 km. Kilometri ləğv edirəm, yazıram 1 bölünsün 6, yanında 5 0. 1, 2, 3, 4, 5. Miqyasın qayda qanununa əsasən B variantı düzdür. 51. 51-də deyir ki, xəritə sxemə əsasən eyni yaşdakı süxurların yayıldığı əraziləri müəyyən edin. Eyni yaşda süxurların. Baxanda, baxın, bu 4-cü dövrdür, 4 yazıram. Bu da 4-cü dövrdür, 4 yazıram. Bu da 4-cü dövrdür, 4 yazıram. Bu neogendir, N yazıram. Sonra bu deməli Yura təbaşir, Yura dövrü, təbaşir dövrünün süxurları həmdə razı. Bu da neogen dövrünün süxurlarıdır belə. İndi bizdə eyni yaşdakı süxurlar deyirsə elə 4 dənə, 3 dənə 4 yazmışam. 1, 2 və 4. 1, 2, 4-də eyni yaşlı süxurlar yayılıb. 1, 2, 4. B variantında var. Neogen məsələn 3-dən 6-nı da uyğun kimi götürsək, burada 2 pozır sıranı artıq onu götürə bilmirik. Daha sonra 52. Davam edək. 52-də deyir ki, Samur və Tərtər çayları üçün ümumi olmayan xüsusiyyətləri tapın. Deməli, adı yazır ki, axarsu sövzəsinə aiddir. Təbii ki, axarsu sövzəsinə bu oxşar xüsusiyyətdir, bunu götürmürük. Qidalanmasına qar və buzlaq suları üstünlük təşkil edir. Samur çayında bəli, Tərtərdə xeyir, ona görə bunu götürürük, fərqli xüsusiyyətdir. Dövlət sərhəddi boyunca axır. Dövlət sərhəddi boyunca axan Samur çayıdır, Tərtər deyil, ona görə bu da fərqli götürürəm. Düşməsi 1000 metrdən çoxdur, hər ikisinə aiddir, bu götürmürəm. Əsasən yeraltı sularla qidalanır. Tərtər bəli, Samur deyirik, qar buzlaqdır, ona görə götürürük. Fərqli xüsusiyyətdir. Aşağı axırlarını suvarma əkinçiliyi inkişaf etmişdir. Təbii ki, hər ikisində aşağılıqda suvarma əkinçiliyi inkişaf edib. Fərqli xüsusiyyət oldu 2, 3 və 5. B variantında göstərilib. Və 4-də yəni hər iki çayın mənbəyi 1000 metrdən yüksəkdə başlayır və biri Kür çayına, bir daha Xəzərə tökülür və bu da arasındakı yəni düşmənin də 1000 metrdən çox olduğunu göstərir. 53-də 140 qram duz əldə etmək üçün neçə litr orta duzluğa malik okean suyunu buxarlandırmaq lazımdır? Orta okean duzluğu 35 promillidir.
140, yəni 35 promilliyə, 35-ə 140-dırsa, neçə litr buxarlandırmaq? Yəni biz burada 140-ı 35-ə bölməliyik sadəcə olaraq. 140-ı 35-ə bölsək 4 dəfə düşür. Cavab elə 4 litr. 4 litr suyun buxarlandırsaq, orta okean duzluğun, biz deməli 140 qram duz əldə edərik. Tənasibi səhv qurdum ona görə. 140-ı bölürük 35-ə, orta okean duzluğuna. Daha sonra 54. İllik temperatur amplitudasının daha yüksək olduğu əraziləri müəyyən edin. İllik temperatur amplitudası daha yüksəkdir, mülayim enliklər, daha çox mülayim kontinental, kəskin kontinental olan ərazilərdə. Biz burada görürük Turan ovalını deyə bilərik, Orinoco subekvatorialda getdi, Kuba adası tropikdə getdi, böyük düzənliklər götürə bilərik, bəli, Almaniya, Polşa, bəli, götürə bilərik. Şərqi Afrika yaylası xeyr getdi. Burada 1, 4, 5-də illik temperatur amplitudası yüksəkdir, mülayimə düşən ərazilərdə. Daha sonra, deməli, 55-ci sual. Doğru ifadələri müəyyən edin. Az məhsuldar torpaqlar ancaq rütubət çatışmazlığı şəraitində yaranır. Xeyr, ancaq rütubət çatışmazlığı, ifrat rütubətli ərazilərdə də məhsuldarlığı az olan torpaqlar var. Ona görə bu fikir səhvdir. Biz düzü tapmalıyıq. Üfüqi zonallıq dağlıq ərazilərdə pozulur. Üfüqi zonallıq, bəli, dağlıq ərazilərdə pozulur. Bu fikir düzdür. Bunu götürürük. Bəli, 2-ni götürdük düzgün kimi. 3-ə deyir, ən qalın buzlaqlar Antarktidanın mərkəzi hissələrindədir. Ən qalın buzlaqlar. Ən qalın buzlaqlar Antarktidadadır. Səhvdir o fikir. 4-də üfüqi zonallıq istilik və rütubətin nisbətinin dəyişməsinə yaranır. Təbii ki də, bəli, üfüqi zonallıq ekvatorun qütblərə doğru dəyişmədir. Bu da ki, temperaturun dəyişməsinə, yəni istiliyin, rütubətin dəyişməsindən yaranır. 5-də tropiklərdən coğrafi qütblərə doğru qar xəttinin hündürlüyü azalır. Bəli, azalır. Azalır. Tropiklərdən coğrafi qütblərə doğru azalır qar xəttinin hündürlüyü. 2, 4, 5. Düzgün cavabımız bu olacaq. 56. Verilmiş hər üç təsvir hansı ölkələr üçün xarakterikdir? Üzüm plantasiyaları verilib, zeytun verilib, portağal verilib. Biz bunlara baxanda sitrus meyvələri yadımıza düşür. Sitrus meyvələri də olan ölkələri seçməliyik. İrlandiyada yoxdur, yəni o sitrus meyvələri mülayim, daha çox İrlandiya mülayimdə olduğuna gedir. Sitrus meyvələri daha çox subtropik olan ərazilərdə olur. Daha sonra Finlandiya xeyr gedir, Qırğızistan Mərkəzi Asiyada gedir. İspaniya təbii ki, Cənubi Asiya, İtaliyada, daha doğrusu Cənubi Avropa, ikisində də sitrus meyvəçiliyi yüksək inkişaf edib. Efiopiyada, Afrikada da Efiopiyada sitrus meyvəçiliyi var. Ona görə bunu götürə bilirik. 2, 4, 6. Xəritədə qeyd olunub, yəni Afrikada, Efiopiyada sitrus meyvəsinin olmasın. 2, 4, 6 düzgün cavabdır. Uyğunluğu müəyyən edin. Süxurlar və deməli, maqmatik metamorfik çökmə. Maqmatik süxurlara buradan baxanda bazaltı görürük. Yəni, 1-ə D-ni götürə bilirik. Kvarsit, daş kömür, mərmər, qumdaşım maqmatik deyil. Maqmatik deməli bir dənə oldu D. 2. Metamorfik süxur. Kvarsit, bəli, metamorfik süxurdur. A götürə bilirik. Burada bəli, mərmər də deməli metamorfik süxurdur. A, C. 2 dənə cavabımız qaldı. Çökmə süxur, daş kömür, bəli, çökmədir. Qumdaşı da çökmədir. Yəni, bu əzbər tələb eləyəndir. Bunun izaha ehtiyacı yoxdur. 1-ə D, 2-yə A-cı, 3-ə B-yi olmalı idi. Belə olmalı idi. Situasiya. Deməli, situasiyada qeyd olunur ki, koordinatları 40 dərəcə şimal enliyi və 0 uzunluq olan məntəqədən 0 dərəcəlik azimutla hərəkətə başlayan təyyarə 1776 km qət etdikdən sonra faydalı qazıntılarla zəngin olan ərazidə yerləşən, dənizdə yerləşən A məntəqəsinə çatdı. Gəlin biz bu çatdığı məntəqənin koordinatlarını tapaq. Elə bizdən də 58-dir ki, təyyarənin çatdığı məntəqənin koordinatlarını və yerləşdiyi dənizi müəyyən edin. Baxaq, məntəqə yerləşir 40 dərəcə şimal enliyi, 0 dərəcə uzunluqda. Deyir ki, bu məntəqədən 0 dərəcəlik azimutla, yəni 0 dərəcəlik azimutla hərəkət edib yuxarıya doğru gedirik. 1776 kilometr. Biz 1776-nı 1 dərəcəlik meridian qövsünün uzunluğuna, yəni 111-ə bölüb dərəcəni tapa bilərik. Deməli, 1776-nı bölürük 111-ə. 16 dərəcə.
Deməli 40 dərəcə şimal yönündən 16 dərəcə şimala getməliyik. 16 dərəcə şimala gedəndə gəlir 56 dərəcə. 56 dərəcə şimal enliyi və plus da ki, Greenwich kəsir həmin dənizi. Greenwich kəsir, plus 56-ya düşür. Bu təbii ki, şimal dənizinə uyğun gələcək. Dənizimiz olacaq şimal dənizi. Coğrafi koordinatları da 56 dərəcə şimal enliyi, 0 dərəcə uzunluq. Bu olacaq birinci 58-ci sualın cavabı. Şimal dənizi. Siz buraya yazdım. 56 dərəcə şimal enliyi, 0 dərəcə uzunluq və şimal dənizi. 59. Mətnə əsasən cədvəli tamamlayan A məntəqəsinin yerləşdiyi dənizdən 0 dərəcə azimuthda yerləşən dənizlərin ən azı bir nümunə yazın. Biz burada şimal dənizindən yuxarıda qalan, yəni şimalda qalan dənizlərə biz Norveç dənizi misal göstərə bilərik. Bundan başqa biz deməli Qrenlandiya dənizində orada misal göstərə bilərik. Sonra A məntəqəsinin yerləşdiyi dənizdə mövcud olan faydalı qazıntıları. A dəniz şimal dənizində çökmə faydalı qazıntılarla, yəni yanar, neft deyə bilərik. Biz burada qaz da deyə bilərik. Bəli, davam eləyək. Deməli, faydalı qazıntılar, neft, qaz, faydalı qazıntılar deyə bilərik şimal dənizində. Üçüncü hissədə A məntəqəsinin yerləşdiyi dənizin yerləşdiyi iqlim tipi. Şimal dənizi bilik mülayim iqlimə düşür. Tip olaraq da mülayimin dənizinə düşür. Mülayim dəniz iqlim tipinə. Dəniz. Belə olmalı idi. Sonra növbəti sual, deməli A məntəqəsi ən azı 3 nümunə, bəli, bir dəqiqə. 60-da deyir ki, A məntəqəsinin yerləşdiyi dənizin sahilində yerləşən ölkələri müəyyən edib yazın. A dənizinin sahilində yerləşən ölkələrdən biz, yəni Şimal dənizinin, Böyük Britaniyanı misal göstərə bilərik, Norveçi misal göstərə bilərik, Danimarkanı misal göstərə bilərik, Almaniyanı misal göstərə bilərik. Bunlar Şimal dənizinin sahilində yerləşən ölkələrdir. Misal göstərə bilərik bunları. İzah bu qədər. İndi izah biraz, yəni sualları nəzərdən keçirtmədən izah verməyə çalışdım. Texniki səhvlər ola bilər. Harada texniki səhvlər varsa, yerə üzr sayasınız.